İkinci məsələ şərii məsələdir. Onu istəyirəm burada qeyd eləyim. Çünki mən 2-3 gün bundan qabaq kanalların birində bu çıxış zamanı elə mütaliə elədim. Ramazanla bağlı məsələlər idi. Orada Ağa Sistaninin bu fətvasına rast gəldim ki, buyurur, münəccimlərin sözü dəlil deyil. Münəccimlər bir hökm çıxarsınlar, bu dəlil deyil. Münəccim bilirsiniz də, o astronomlar ki, onlar deyirlər, ay çıxdı, ay gəldi, filan hökm, filan, bu hökmləri ki deyirlər, düzdür, bu barədə nə qədər rivayət var, indi mən bir-ikisinin birini deyəcəyəm, sadəcə əvvəl fətvanı demək istədim. Çünki bizim səlahiyyətimiz budur ki, birinci fətvanı deyək, sonra rivayəti. Bunu da ona görə deyirəm ki, bugün bizim cəmiyyətimizdə bu gedir. Çünki nə qədər deyirsən, nə qədər təbliğat eləyirsən, nə qədər söyləyirsən, deyir ki, filan kəs belə dedi, filan kəs belə dedi, nə bilim, rəsədxana bunu dedi, filan şey belə dedi, amma görə bunlar nə cürdür? Aya, bəzi insanlar var, deyir ki, astronomiya elmi böyük bir elmdir, əlbəttə böyük bir elmdir. Və burada sən inkar eləyəndə deyirlər, sən nəyi inkar eləyirsən? Və istəyirəm o məsələyə biraz aydınlıq gətirim bir rivayətlə. Mən eyni zamanda dərs deyirəm, Allah rəhmət eləsin bizim böyük alimlərdən, mərhum Şeyx Murtəza Ənsarinin bir əsəri var, Məkasib, ondan dərs deyirəm. O dərs zamanı bir hardasa 10 gündür, elə dərsim ondandır və istəyirəm onun elə o nəql elədiyi o kitabı filanı hamısı ona görə qeyd edirəm. Biləsiniz, möhtəbər yerdəndir. Ona görə o bir dənə rivayət nəql edib, istəyirəm onu sizə çatdıram ki, biləsiniz, astronomiya elmi elə belə elm deyil, böyük bir elmdir. Amma niyə görə? Nə səbəbə görə bugün o höccət deyil? Nəyə görə bizim müştəhid yazır bu höccət deyil? Nəyə görə deyir ki, bununla getmək olmaz? Nəyə deyir bundan oruç tutmaq olmaz? Bundan oruç açmaq olmaz? İndi 2 həftədən sonra yenə də bu müşkül, bu problem yaranacaq. Rivayət çoxdur, əlbəttə bir neçə səhifədə birini nəql eləyirəm. O bundan ibarətdir. İmam Sadiqdən də rivayət. O ağa o kitabda nəql eləyir. Deyir, bir nəfər gəldi Əmirül-Mömininin yanına. Dedi, ağa, nucum elminin əsli var ya yoxdur. Nucum həmən astronomiya elmi. Nucum, nəcm ulduza deyirlər. Nucum elminin əsli, kökü var ya yoxdur. Həzrət buyurdu, nəam. Bunun əsli, kökü var. Hətta Həzrət başladı bu ravinin cavabında söz söyləməyə. Bax, söylədiyim Həzrəti Əmirin dilindən nəql olunur. Həzrət buyurdu ki, o elmun, o bir elmidir. Peyğəmbərlərin elmidir. Ovliyaların elmidir. Və Həzrət başladı sözünü davam eləməyə. Təbii ki, o ravi istəyib ki, bunun əslin birisi bəs elmdir. Nəyə görə bunların sözü qəbul olunmur? O zaman da elə idi. Məsələn, bir neçə dənə rivayət nəql olunur ki, ən münəccimu kəzzabun. Münəccimlər yalancıdır. O zaman deyilib də. Ravi də maraqlı idi. Əgər bu elmin kökü vardırsa, nə üçün bunlar yalancıdır? Həzrəti Əmir istəyir onu izah eləyə. Nə üçün? Niyəsini? Həzrət buyurdu ki, bir zaman var idi, bir peyğəmbər var idi. O öz qovmuna, öz risalətini, nübüvvətini elan elədi. Qovmu ona dedi ki, vəlla, biz sənə iman gətirmərik. Biz sənə iman gətirmərik. Bir şərtinə sənə iman gətirərik. Bunu rivayətdə belə yazıb, amma kitabın şərhində mən bir yerdə bir nəfər nəql eləyir ki, Yuşa ibn Nunudur, o peyğəmbər. Qovmu dedi, biz sənə iman gətirmərik, amma bir şərtimiz var. Əgər şərtimizə əməl eləsən, biz iman gətirərik. Dedi, nədir şərtimiz? Dedi, şərtimiz budur ki, sən Allahdan istəyəsən, biz necə dünyaya gəlirik və ha vaxt dünyaya gələrik və nə qədər yaşayarıq, ha vaxt ölərik, bütün bizim taleyimizi örgənəsən, bir yolla bizə örgədəsən. Biz də öz balalarımıza, yaxınlarımıza bunları örgədək. Onda biz sənə iman gətirərik. Bu Peyğəmbər də dedi, Pərverdigara, bu insanlar bunu istəyirlər məndən. Allah onları örgətdi.
O peyğəmbərin vasitəsilə bunları öyrətdi. Bunlar iman gətirdilər o peyğəmbərə. Ta o zamana qədər o peyğəmbər var idi. Bunlar iman gətirdilər. O peyğəmbər dünyadan gedəndən sonra Həzrəti Davudun zamanı gəldi. Həzrəti Davudun zamanı gələndə Həzrəti Davud ki risalətini bunlara elan elədi, bunlar hamısı kafir oldular. Dedilər iman gətirmərik. Kafir oldular, ta bir həddə yetişdi. Həzrəti Davud bir dəstə topladı, ordu düzəltdi, qoşun düzəltdi, bunlarla cihad eləsin. Və bunların cihad baş verdi. Nə qədər bunlarla cihad oldu, Həzrəti Davud gördü, bunlardan heç biri ölmür, hamısı diridirlər, Həzrəti Davudun adamları ölür. Yəni bu Həzrəti Əlinin dilindən nəql olunur. Bu söhbət Həzrət o raviyə deyir. Ta bir həddə çatdı, Həzrəti Davud gördü ki, bunun adamları, əksəri, hamısı qətlə yetirildi, amma o tərəfdən heç biri də ölmədi. Həzrəti Davud dedi Pərverdigara, bu nə olan şeydir? İnni, belədir rivayətdə, mən müharibə eləyirəm sənin itaatına görə. Onlar müharibə eləyirlər sənin məsiyyətinə görə. Amma onların heç biri ölmür, mənim adamlarım ölür. Allah vəhy elədi, ya Davud, bilirsiniz onlar niyə ölmür? Dedi, niyə? Dedi, çünki onlar bilirlər ki, kimin ömrü nə qədərdir, kim ha vaxt öləcək, kim nə qədər yaşayacaq. O ki, bilərlər ki, bunun ömrü azdır, bu gedib orada ölər, onlar və xallafuhu fil beyt. Bunu saxlayırlar evdə. Hansı ki, bilirlər hələ bundan sonra bunun 10 il ömrü öləcək, bu müharibədə bu ölməyəcək. Onları göndərirlər müharibəyə. Həzrəti Davud buyurdu, Pərverdigara, mən nə edeyim bunlarla? Yaxşı, bunlar bunu bilirlər, mən nə edeyim buna? Bunları kim öyrədib? Allah buyurur, ya Davud, bunları mən öyrətmişəm. Dedi, hansı vasitə ilə bunları öyrətmisən? Rivayətdə elə budur ki, Allah buyurur, ya Davud, və şəmsu, vəl qəməru, və nucumu sayır, ulduzlar, ay və günəşin vasitəsilə. Çünki o zaman günəş, ulduzun o hesaplayırdılar, bilirdilər ki, kim ha vaxt dünyaya gələcək, bir ha vaxt dünyadan gedəcək, bunun ömrü nə qədər olacaq? Çünki ulduzlar hesabat üçündür. Ulduzlar hesabat üçündür. Elə belə deyil. Dedi, bu vasitə ilə onları öyrətmişəm. Həzrəti Davud dua elədi. Fədə'd Davud rivayətdə. Teala günəşi biraz gecikdirdi. Bu nöqtələr var ha burada. Biraz gecikdirdi. Yəni günəş batmalı idi, fərz elə, saat 5-də. 5-ə 2 dəqiqə qalmış, belə deyək. Yox, 5-ə 6-ya 2 dəqiqə işləmiş, məsələn günəş batdı. Biraz onu gecikdirdi. İndi gecikdirdi məşriq tərəfindən ya məğrib tərəfindən, o fərq eləməz. Batmağı ya çıxmağı günəş biraz gecikdi. Gecikən kimi Əmirül-Müminin buyurur ki, vaxtələtə. Göy cisimləri qarışdı bir-birinə. Qarışandan sonra bunlar ha hesapladılar, hesablaya bilmədilər. Nə ölənin də ömrünü hesablaya bildilər, nə dünyaya gələni hesablaya bilmədilər. Həzrəti Davudun duası qəbul olundu, ta bunlara qələbə çalsın bu kafirlərə. Və Həzrəti Əmir buyurdu ki, biz ki deyirik ki, əl-münəccimu kəzzabun, bunlar yalancıdırlar, hökmlər eləyirlər, bunlar düz hesablaya bilmirlər, budur ha, göy cisimləri qarışdığı üçün bunlar da hesablaya bilmirlər. İmam Sadiq əleyhissalamdan nəql eləyirlər ki, Həzrət buyurdu ki, çünki münəccimlərin göy cisimlərinə tam əhatə olmadığı üçün düz hesablaya bilmirlər. Həzrət buyurdu ki, və kəsiruhu la yu'ləm və qəliluhu la yuntəc. Ona görə də onun astronomiya elminin çoxu bilinmir, yəni onlar bilmirlər, az bilirlər, az da nəticə vermir. Və bir nəfər gəldi, İmam Sadiq əleyhissalamdan sual elədi, dedi, ağa, siz necə? Nucum elmini bilirsinizmi? Həzrət buyurdu ki, dünyada 2 dənə ailə nucum elmini tam bilir. Tam əhatəli şəkildə bilir. Əhləl beyt minəl ərəb, bir ərəblərdən əhl-i beyt, yəni biz əhl-i beyt bilirik. Və əhlul beyt minəl hind, bir də Hindistanda bir ailə bilir. Dedilər, ağa, sizi bildik, siz məsumlarsınız. Siz bilirsiniz, Allah bu elmi sizə verib. Bəs o Hindistanda kimdir?
İmam buyurdu ki, Hindistanda bir nəfər vardı. İndi buddizm deyirlər. Mən onu dünən görmüşəm kitabda. Dedi, bir nəfər vardı, adı Budda idi. Əsl adı Budda deyildi. Əsl adı Gunata idi, yox belə bir adıdır. Əsl adı. Amma Budda ilə məşhur idi. Allah o elmi onu öyrətmişdi bir vasitə ilə. Və o da öz ailəsinə, öz övladlarına, yaxınlarına öyrətmişdi. Və buddizm məktəbi də onun tərəfindən qoyuldu. Hətta bir zaman deyir, o peyğəmbərlik iddiasında eləyirdi. Amma Allah öyrətdi. İndi o nə səbəbə öyrətmişdi ona, hansı vasitə ilə, nə o da rivayətdə deyilmir. Həzrət buyurdu ki, onu öyrətmişdi və çox da bu elm o tərəfdən şaxələnib çıxıbdı. Ona görə bir onlar bilirlər, biz əhl-i beyt bilirik, buna əhatəmiz var. Qalanları hamısı yarımçılıq bilir. Yarımçılıq bildikləri üçün hətta imam bir rivayətdə nəql olunur ki, buyurur ki, onlara haramdır ki, bunlar hökm eləsinlər. Bir rivayətdə deyilir ki, bir nəfər imamı istəyən idi, İmam Sadiq əleyhissalamı istəyən idi. Gəldi onun evinə, ağa buyurdu ki, sən nə işlə məşğulsan? Dedi, ağa bizim dədə, babalarımız elə nəsillikcə biz astronomiya elmi ilə məşğul oluruq. Həzrət buyurdu, siz hökm eləyirsiniz? Dedi, bəli, eləyirik. Ağa buyurdu, bir neçə şey soruşacağım səndən. Cavab verə biliyorsun? Dedi, ağa soruş. Dedi, de görüm, hansı ulduza yaxınlaşır da dəvələr cütləşir? Dedi, la nə? Bilmirəm. Hansı ulduza yaxınlaşır, inəklər cütləşir? Dedi, la nə? Onu da bilmirəm. Neçə dənə heyvanı salıydı? Ağa buyurdu, siz hökm eləməyin. Nəzəriniz varsa o elmə olsun, amma bundan hökm eləməyin. Çünki siz hökm elədikdə hərama düşürsünüz. Göy cisimlərin yerdə olan hadisələrlə əlaqəsi var, nişanədir, əlamətdir. Bizim alimlərimiz hamısı qəbul eləyirlər və lakin deyirlər, hökm eləmək olmaz. Belə deyirlər, belə demək olar, əgər filan ulduz filan yerə yaxınlaşsa, Allahın izni olsa, məramı olsa, yağış yağacaq. Belə deməyin eybi yoxdur. Amma hökm elə ki, məhz filan ulduz filan yerə getdiyi üçün yağış yağacaq, bunu eləmək olmaz. Bax, bu rivayətlər bizə çatdırır. Bizim müctehidlərimiz də Allah onları hifz eləsin. Bu rivayətlərlə ictihad eləyirlər. Deyirlər ki, münəccimin sözü ilə orucu açmaq, oruç tutmaq olmaz. O bizə dəlil deyil. O bizə hüccət deyil. İndi ki, bəzi adamlar deyirlər, siz nə danışırsınız? Biz qəbul eləyirik, bu elm böyük elmdir. Bu elm var və lakin bu deyən adamların əhatəsi yoxdur. Əhatəsi olmadığı üçün biz onların sözünə əməl eləyə bilmərik. Qaldı bizim bir dənə rivayətli hədisimiz, Peyğəmbərimizdən nəql olub. Əftir lil ru'ya, sum lil ru'ya. Ayın əvvəlində ayı gördünüz, orucu tutun, axırında da gördünüz, iftar eləyin, bayram eləyin. Hər adamın sözü ilə oruc açmaq olmaz. Allaha and veririk əzəmətini, Allah bu məclisi qəbul eləsin.